Həmçinin bəziləri ittiham edirlər ki, sizin ətrafınızda olan tələbələr xüsusən, siz nə deyirsiniz onu təsdiqləyirlər. Onu deyirlər, ona görə ki, onlar qorxurlar və yaxud da sizə xoş görsənmək istəyirlər, sizə yalqalıq edirlər. Ona görə sizin dediklərinizi deyirlər. Bu barədə münasibət necədir? Elhamdülillah qardaşlar, mənim ətrafımda yox. Mən də, biz hamımız birik. Mən onların ətrafındayam. Mənim ətrafımda heç kəs yoxdur. Mən əmir deyiləm, əmir-il-müminin və ya hansısa bir firqanın başçısı, mən elə deyiləm. Mən də o qardaşlarla biz bir yerdəyik. Əhl-i-sünnənin üsuluna sıxılan insanlar, sələflər. Çalışırıq ki, ondan çıxmayaq o sudan. Bu mənim yolum deyil ki, və ya mənim hansısa tərəfdən mən seçilməmişəm başçı və s. Yox, o səhv fikirdir. Onlar elə təqdim edirlər. Və elə təqdim edirlər ki, məsələn, məndən qorxurlar. Boşsa, o qardaşları itham eləməkdir. Əxlaqdan uzaqdır adamlar belə adamlar. Çox var. Və ya deyirlər ki, gör ki, kim əhl-i-sünnənin üsuluna kim onlar barədə danışsa, deməli, mənə yaltaqlıq edirlər. Səhvdir, səhv fikirdir. Bunlar hamısı ya cahildir o adam, ya qəsdən insanları azdırır fikirlərində. Və həmçinin də o qardaşların haqqına girir. Qardaşların haqqına girir, girirlər daha doğrusu. Elə fikirləşirlər. Ki, gör ki, yaltaqlıq və s. Belələr var, deyir, biz hakimiyyətə yaltaqlıq edirik. Elhamdülillah, biz burada yaşayırıq. Ölkəmizi, vətənimizi sevirik. Hakimimiz var, elhamdülillah, müsəlmandır. Allah'a şükür edirik ki, əmin-amanlıqda yaşayırıq. Elhamdülillah, biz əmin-amanlığın pozulmağın əleyhinəyik. Və çalışırıq. Çalışırıq, çünki din də əmin-amanlığı dəstəkləyir. Elhamdülillah, hakimimiz var, müsəlman görürük, müsəlmandır. Elhamdülillah, ona tabi, asi olmayan məsələlərdə. Bunu kim bu fikirlərə ziddir, fərqi yoxdur kimdir. Rədd edirik onları. Onlardan çəkindiririk. Çünki bilirsiniz, nə qədər adam var, hələm-bələm incəl məsələlərdən xəbərləri yoxdur. Və həmçinin əks tərəflər də var, alladırlar onları. Elə deyil, bir dəfə deyək, 2 dəfə ildə və ya həyat boyu. Və salam. Yəni, ümumiyyətlə, hansısa bir mövzudan, hansısa bir şəxslərdən ehtiyac olan qədər danışmaq lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclərlə danışıb, hansı ki, onun vaxtında yox idi, demək olar ki. Axirə yaxın çıxdı Zülxüveysra, fərdlər idi olar. Heç bilinmirdilər. Lakin danışıb olar bu arada. Özə şiddətli danışır. Bunlar hamısı işarədir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem danışıbsa, şiddətli danışıb, olmuyor. Təsəvvür edin ki, biz ola, bizə deyirlər, çox danışdım, bizə deyirlər, nə bilim, 1-2 dəfə danış. Ya o fikirdədir hələ adamlar, ya elə fikirləri dəstəkləyəndir. Ola bilsin. Çünki xavariclərə qarşı olan hələ söz deməz. Hələ söz deməz. Əksinə özü də danışmalıdır hələ adamlar. Tələbələr hamısı xavariclərində çəkindirilməlidirlər. Biz adi misal baxın, Sifen döyüşündə, Əli radiyallahu anhına, Muaviyyə radiyallahu anh döyüşündə 30'a yaxın sahabi iştirak edib hər tərəfdən. Bir qismi orada olub, 30 ümumən hər iki qismi cəm eləsək. Amma Nəhrivanda xavariclərlə döyüşəndə bütün sahabələr çıxdılar. Çünki xavariclərlə mübarizə əhl-i-sünnənin üsulundandır. Hamı çıxdı. Ona görə qardaşlar, bugün biz görürük ki, bizə deyirlər ki, və ya ətrafındakilər alladırlar ki, çox danışırıq xavariclərdən. Bəziləri, məsələn, say qoyur, bu qədər danış və salam. Elə təqdim edirlər ki, alimlər danışmır və s. Alladırlar, azdırırlar cəmaatı. Azdırırlar. Hələ adamlardan uzaq olsunlar, qardaşlar. Hələ adamlardan uzaq olsunlar.
ehtiyatlı olsunlar, hər adama qulaq asmasınlar. Çox tupsadır, uşaqlar belə uşaqdır, düşüb əlində telefon. Başlayır danışmağa. Ay. Elmi də internet. Zat hamısı bizə hazırlaşır, zat o süni intellekt də çıxıb, bir dənə mövzu deyirsən, gətirir, çıxıb biri başlayır danışmağa. Adam deyir, bu kimdir, o alimdir və s. Amma o işıq kəsilsə, qalacaq belə. İşığın hesabına adamsın. İşığın hesabına da internetin hesabına çıxıb alim olublar. Və başqalarını da bəyənmirlər. Bu da müşkil məsələ. Allah bizi dində sabit etsin. Həmin. Nasıl maddə? Ki, həmçinin bəziləri çıxıb belə ittihamlar yayırlar ki, sınaq qızda, ümumiyyətlə sələfi tələbələr haqqında ki, onlar o qədər mənhəc məsələlərindən danışırlar ki, artıq tövhidi atıblar ikinci plana. Tövhidə əhəmiyyət vermirlər. Ümumiyyətlə, sual belədir ki, sizin düşüncəniz necədir? Mənhəc tövhiddən əzəmətlidirmi? Və yaxud da ola bilərmi ki, bəzən mənhəc məsələsi tövhiddən daha çox ehtiyac olunsun bir bölgədə? Bilirsiniz, əlhamdülillah, heç kəs tövhidi, mənhəci tövhiddən üstün eləmir. Əqidədən üstün eləmir. Sadəcə biz deyirik ki, mənhəc əqidənə bağlıdır, bir-birinə. Bəli, ola bilər, bəli. Məsələn, elə bir yer olsun ki, hansısa bir məsələ daha mühüm olsun, ondan danışılsın. Bu o demək deyir ki, sən bu məsələdən çox danışsın, əfsəl görürsən başqa məsələlərdən. Yox, hələ deyil. Tövhiddən üstün ola bilməz heç nə. Bütün peyğəmbərlər tövhidə dəvət edir. Sadəcə, bilirsiniz, belə adam danışanlar ya onlar savadsızdır, tuta bilməyiblər söhbəti. Elə fikirləşiblər ki, tövhidi kimsə mənhəci tövhiddən üstün görür. O onun savadsızlığına qayıdır. Çünki olmaz elə, heç kəs, mən inanmıram, özünə sələfi deyən adam desin ki, mənhəc tövhiddən üstündür. Sadəcə ola bilsin. Məsələn, adam da gəlib bir dənə yerə, görüb ki, oradakı məsələlər əsas mənhəc məsələlərində boşluq var, tövhiddə yox. Və deyim ki, qardaşlar, mənhəc məsələlərinin üstünlüyü verir. Bu demək deyil, mənhəc tövhiddən üstündür. O demək deyil. O ya kim belə başa düşüb, səhv başa düşüb, onun cahilliyinə və ya qərəzlidir. Elə təqdim eləmək istəyirlər onlar. Tutaq ki, mən özüm birdən mənhəc məsələlərindən çox danışıram. Məsələn, Allahın səmada olmağından məsələn, o demək deyir ki, mən o məsələni bundan üstün görürəm. Elə məsələlər var ki, hətta fikri məsələlərdir. Sələf alimləri tövhid kitabı yazanda o məsələləri salıblar tövhid məsələlərinin arasına. Hansı ki, tövhiddən deyil o. Lakin mühüm olduğuna görə bəzi məsələlər var idi ki, məsələn, inkar edirdilər. O məsələləri tövhiddən daha üstün görürlər. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclərdən çox danışır. Hərdən. O deməkdir, tövhiddən üstün görür. Lakin mühüm olduğuna görə. Ona görə elm tələbəsi, ümumiyyətlə elm tələbəsi, alimləri görən adam, o yaşadığı yerdə hansı daha mühüm məsələdir, ondan danışmalıdır. Bərabər başqa məsələlərlə bir yerdə. Aydındır? Mən inanmıram kimsə desin ki, mənhəc məsələləri tövhiddən üstündür mütləq mənada. Mütləq mənada. Ola bilsin adamın savadsızlığına irəlidir. Ya qərəzli də elə təqdim eləmək istəyir. Anlatmaq istəyir. Az ki, anlatmaqla məşğuldurlar. Ki, həmçinin belə bir nüans çıxır ortaya ki, tövhidi olub, mənhəci olmayan insana nə kimi təhlükələr gözləyir? Azmaq. Necə ki, tövhidlə, əqidənlə biz qoruyuruq özümüzü Əhlüsünnənin əqidəsində, əqidəsində. Həmçinin mənhəc məsələləri də aydın məsələdir ki, əqidənlə mənhəc arasında fərqli var. Lakin bağlıdır bir-birinə. Məsələn, əgər biz mənhəc məsələlərini qoysaq qırağı, onda İbn Ladin və s. Bağdadi və ya Abu Hanzələ və s. onlar
sələfi çıxacaqlar. Məsələn, Abu Hanzələ bir münazirəsi var sufilərlə. Allahın səmada olmağın və s. Əhl-i-Sünnə vəl Cəmaə əqidəsindən oradan münazirə gedir. O da belə öyle Abu Hanzələ sələfidir. Lakin biz Əhl-i-Sünnə vəl Cəmaə birin azmış görürük, birin bidətçi görürük, xurafatçı görürük, bir dənə əqidənlə yox, mənhəcləndir. Və bu saat mənhəc məsələlərində daha çox azmaqlar var. Ola bilər əqidəsində gör ki, sələf əqidəsidir. Aydındır, bu aydın mı? Aydın. Bəli. Həmçinin buna dəlil getirmək olarmı ki, bəzən Allah Rasuluna sual veriləndə ən əfsən əməl hansıdır? Bəzən həcci deyərdi, bəzən cihadı, bəzən namazı. Əhsən, əhsən. Yəni, bəli. Peyğəmbər sallallahu aleyhi ve sellem məsələn, bir neçə dənə hədis var ki, gəlib soruşurlar, ən əfzəl əməl hansıdır deyir, Allah yolunda cihad eləmək. Sonra gəlib soruşurlar, ən əfzəl deyir, namazı vaxtında qılmaq. Sonra gəlib soruşurlar, deyir, valideyni baxmaq. Münasib hansıdır o vaxtı? Onu daha danışmalısan, daha çox, daha aydın ki, insanlar azmasın. Aydın məsələ. Bu qədər. Bir dənə də məsələ var, sual var. Hə. Belə deyək də, mənhəcdən və yaxud da əqidədən azan tələbələr çeşidlənirlər sizə qarşı mövqeyində. Bəziləri deyir ki, o mənhəcdən heç nə bilmir. Ki, belə azanlar var, dəvət aparırlar ki, Şeyx Rəhmət mənhəcdən heç nə bilmir. Bəziləri deyir ki, yox, ancaq mənhəcdən danışır, tövhiddən heç nə bilmir. O maraqlı məsələ budur. İxtilaf eləyiblər. Bəli. Yox, mən demirəm ki, mən alimə ola bilsin, bilmirəm, öyrədin. Bir-birlərini zidlər. Əgər məsələn, mən nəsə Əhl-i-Sünnə vəl Cəmaə əqidəsinə, mənhəcinə müxalif danışıramsa, qoyular Əhl-i-Sünnə vəl Cəmaə əqidəsinin üsulunu qoysunlar ortaya. Mən demirəm ki, hər şey bilirlər. Çox şey var ki, bilmirəm. Öyrənirəm. Belə necədir, yaxşıdır belə. Mən məyər demişəm ki, mən hamısına çox bilirəm. Yox, məndən çox bilən qardaşlar var, elhamdülillah. Hə, elhamdülillah. Yox, sadəcə o azdırmaqdır, allatmaqdır cəmaatı. Fikirlərində, baxışlarında cəmaatı allatmaqdır. Rəssalam. Allah sizə bərəkət versin. Allah razı olsun, Allah bizə faydalarından etsin. Amin. Selamun aleyküm. Aleyküm selam.